Bugünkü tədbir əlbəttə məni çox sevindirir. Çünki bizim 30 il əvvəl, 40 il əvvəl başladığımız Turançılıq hərəkatını artıq biz orta məktəblərdə, bu cür liseylərdə, hazırlıq kurslarında görürük. Əlbəttə burada Şəmil müəllimin əməyi böyükdür və mən bu işdə bunlara uğurlar arzulayıram. Çünki Bilgə Bala qurumunun, toplumunun yetişməsində bu cür liseylərin, hətta hazırlıq kurslarının olması ümid verir ki, gələcəkdə artıq bizim vaxtı ilə irəli sürdüyümüz, arzuladığımız Turan birliyinə gedən yol, təbii ki, həmin yolu bu gənclər gedəcək, burada yetişən balalarımız o yolu davam elətdirəcəklər. Mən bugünkü tədbirdən çox razı qaldım. Bir daha Şəmil müəllimə, onun kollektivinə uğurlar arzulayıram. Bu gözəl işlərini davam elətdirsinlər.